Esselamu Aleyküm. Hal-hazırda həzin bir külək əsir. Bilmirəm, yarpaqlardan görmək mümkündür ya yox. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz Muhammed Allahın ona və əhli beytinə salam olsun, belə buyurmuşdu. Külək Allahın mərhəmətindən də ola bilər, əzabından da. Ona görə əsdiyi zaman Allahdan xeyir diləyin, şərrindən isə ona sığının. Və ona görə külək əsərkən bizlər belə deyirik. Allahumma inni əs'əlükə xayrəhə və əudu bikə min şərrihə. Allahım, səndən onun xeyrini diləyirəm. Onun şərrindən isə sənə sığınıram. Baxın, küləyin yaranmasında Allahın yaratdığı bir çox məxluqlar iştirak eləyir. Günəş, məsələn, hal-hazırda günəş başımızın üzərindədir. Amma o günəş hər yeri eyni şəkildə isitməz. Məsələn, torpaq tez qızır, amma çaylar, dəniz, göl və s. bunlar isə əksinə gec qızar. Beləliklə istilik fərqi yaranır. Və bildiyiniz kimi də isti hava yüngül olduğu üçün yuxarı qalxır. Ona görə onun yerinə, o boşluğa soyuq hava gəlir. Və bu hərəkət nəticəsində də hava axını meydana gəlir ki, bizlər də bunu külək kimi hiss edirik. Bir ayədə Allah Teala belə buyurur. Sizə öz mərhəmətindən daddırsın deyə, əmri ilə gəmilər üssün deyə, onun lütfünü arayasınız deyə və sizə verdiyi nemətlərə şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də onun dəlillərindəndir. Baxın, Allahın yaratdığı küləkdə bir çox faydalar vardır. Bir neçəsini xatırlatmağa çalışacağım. Birincisi, buludları bir yerdən başqa yerə aparır və həmin ərazidə yağışın yağmasına səbəb olur. Bitkiləri mayalandırır, sonra isti havalarda xüsusilə hiss edirik, sərinlik bəxş eləyir, yelkənli gəmiləri hərəkət etdirir və son dövrlərdə məşhur olan külək enerji mənbəyidir. Amma bunlarla yanaşı külək və ən əsası Allaha daha doğrusu insana Allahın qüdrətini xatırladır. Bəzən nemət olduğu kimi, bəzən də əzab ola bilir. Quranda qeyd edildiyi kimi Allah Ad qövmünü sərt və dağıdıcı küləklərlə dağıtmışdı, yerlə yeksan etmişdi. Həqiqətən də güclü külək əsəndə insan öz acizliyini və hər şeyin Allahın əlində olduğunu dərk edir. Və bunun üzərində düşünmək, təfəkkür etmək və Allaha yönəltmək isə bizə lazım olan bir yoldur. Ümid edirəm ki, faydalı oldu. Allah'a emanet olun.